Salam değerli şagirdlər, hər vaxtınız xeyir olsun. 21-i 12-ci ay 2025-ci il Masallat Diyet Mərkəzinin keçirdiyi blok imtahanının 10 siniflər üçün riyaziyyat suallarının izahına baxacaq. Birinci qruplar üçün başlayaq suallarımızın izahına. Birinci sualda nə deyir bizə? Çevrə sualdır. Qələmi qoy düzəldim, başlayaq. AD diametrdə. DAC bucağını 35 verib bizə. ADC bucağını soruşur. ADC bucağı. Bu bucağı bizdən soruşur. Şagirdlər, biz bilirik ki, diametr, AD diametr isə diametrə söykənən daxili bucağımız neçə dərəcə olur? 90 dərəcə. Və düz bucaqlı üç bucağı yaranır. Düz bucaqlı üç bucağında iti bucaqların cəmi neçə dərəcə olmalıdır? 90 dərəcə. Bir iti bucaq 35 isə yerdə neçə qalır? Demək 55 dərəcə. Bizdə neçə dərəcə olur? 55. Niyə 90 dərəcə olur vətərlər arasında? Uşaqlar, diametr çevirən nə edir? Yarı bölürmü? Yəni bu qövsümüzün dərəcə ölçüsü neçədir? 180 dərəcə. Daxili bucaqda söykəndiyi qövsü nə idi? Yarısı. Düz bucaqlı üç bucağın hipotenuzu 13. Hər hansı düz bucaqlı üç bucaq. Katetin biri 5-dirsə, perimetrini tapın. Pifaqor ədədlərə görə digər katetimiz neçə olacaq? 12 perimetri bizdən soruşdu. Ona görə demək 13, 12, 25, 30. B variantı. İfadəni sadələşdirək. Muxtasar düsturu ilə sürət çox nə verir? A-nın kvadratı plus 2AB plus B-nin kvadratı minus 4 dənə AB. A minus B qalsın. Şagirdlər, bu 2AB minus 4AB getsə minus 2AB olduğundan elə bu nəyi verir? A minus B bağla kvadrat A minus B. A minus B ixtisarlar getsin. Onda burada sürət 2-dən olduğuna görə 1-i qalmış olacaq. Gəlin kökdən azad eləyək. 1 bölünsün kök altında 3 plus 2 bölünsün kök altında 3 plus kök altında 3-ə. Demək. Bax, bu hissədən kök altında 3. Sürətlərimizi toplasaq 1 ilə 2 verirmi? 3 plus kök altında 3. Və birinci ifadəni rasionaldan azad etsək 3 kök altında 3 bölünsün 3-ə 3-lər ixtisarımız getsə nə verəcək bizə? Kök altında 2 dənə kök altında 3-ü toplasaq elə bizə nə verir? 2 kök altında 3 B variantı. AOB açıq bucaq olarsa şəklə əsasən YOF-i soruşur. YOF. Bax, bizdən bu bucağı soruşur. O bucağın da dərəcə ölçüsü neçədir? X plus Y plus 50 dərəcə. Bizdən bu bucağı soruşur. Şagirdlər, açıq bucaq olduğuna görə bu bucaq 180 dərəcə deyilmi? Həmin o bucaq nə yaradır? 2X plus 2Y plus 50 dərəcə bərabərdirmi 180 dərəcəyə? 2 dənə X plus Y. 50-ni də sağa keçirsə neçə olur? 130. X plus Y cəmi neçəyə bərabərdir? 2-yə bölsək 65 dərəcəyə. Demək, bu ifadən yerinə nə yazacağım? 65 plus 50. Nə verir? 115 dərəcə. D variantı. Hesablayın. Baxın, məxrəzdə bir qanun uyğunluğu var. Nədir? 20. 4 vurulsun 5 kimi göstərə bilərəmmi? Plus 30-u necə göstərirəm? 5 vurulsun 6 kimi. Digəri necə göstərirəm? 6 vur 7 kimi. 7 vur 8 kimi plus 8 vur 9 kimi. Baxın, 30 nə idi? 5 ilə 6, 42 nə idi? 6 ilə 7 və s. Bu tip ifadələr biz nə edirdik? Baxırıq ki, daha qısa yolu ilə gedək də buna. Nə edirdik? Biz kəsirləri sayırdıq, sürətdə yazıb, sürətə vurub sürətdə yazırıq. Yəni 1, 2, 3, 4, 5 dənə kəsirimiz vardı. 5 vurulsun 1. Məxrəzdə də kiçik ədəd vurulsun böyük ədəd. 4 9-unda neçə eləyir? 36. Yəni 36-da 5. A variantı. Katetlərin cəmi 30 cm olan düz bucaqlı üstünə daxilinə və xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Uşaqlar, daxilə çəkilmiş çevrənin radiusu katetlərinin cəmindən çıxırdı, hipotenuzu bölürdü 2-yə. Xaricinə çəkilmiş çevrənin radiusu isə hipotenuzun yarısına bərabər idi. Bunu bildik. İndi gəlin düz bucaqlımızı da çəkək. Katetlərin cəmi 30. Hər hansı kateti AB götürək, hipotenuzu da C. Bizə verir ki, A plus B cəmi neçədir? 30 dərəcə. Daxilə və xaricə çəkilmiş çevrənin radiusları cəmini tapın. Daxilə və xaricə çəkilmiş. R plus böyük R. Şagirdlər, bunu neyniyərik? Parçalayarıq. Bax, böyük yerin yerinə yazaram. A plus B minus C bölünsün 2. Plus böyürin də yerinə nə yazaram? C bölünsün 2. Bax, bura bunu parçalasam. A plus B bölü 2 plus, daha doğrusu minus. Baba, bu hissəyə görə minus C bölü 2 plus C bölü 2. Minus pluslar gedəcək. Yerdə nə qalır bizdə? A plus B bölünsün 2. A plus B cəmində neçə vermişdi? 30. 32-yə bölsəm neçə qalır? 15. C variantı. Ədədin natural bölənlərinin hissəsi təkdir. Gəl əvvələ bunu sadələşdirək. 24 nə ilə nəyin hasilidir?
3 ilə 8. 8 nədir? 2-nin kubu. Vur 3. 32 nədir? 2 üstü 5. Vurulsun. 52. 4 vur 13. Yəni 2-nin kvadratı vur 13. Bir də bunu sadələşdirsə 2-dən neçə dənədir? 3 burada, 5-i burada, 2-si burada. Demək 2 üstü 10 vurulsun, 3 vurulsun 13. Şagirdlər, biz demişdik ki, natural bölənin neçəsi təkdir. Tək natural bölən sayını tapanda nə edirdik? Cütləri görməzdən gəlirdik. Natural bölənlərindən. Tək neçəsi təkdir? Ədədi natural bölənlərindən neçəsi təkdirsə, tək natural bölən sayını tapmaq üçün cütləri görməzdən gəlib yerdə qalanlar üçün nə edirdik? Natural bölən sayı tapırdıq. Yəni 1 üstə gəl 1. Digərində də 1 üstə gəl 1. Yəni bunların qüvvətlərinin cəmidir. Onda 2 vur 2. O da nədir? 4. Yox, harda yanlışlıq verdik bir dəqiqə. Gəlin bir lövhədə yazım, görmən nə yanlışlıq verdik ki, cavab çıxmır. 24 necə parçalayırıq? 8, 3, 8 2-nin kubudur. Vurulsun 3 kimi. 32 üstü 5'dir. Yəni 2 üstü 5'dir. Vurulsun 52 də nədir? 4 vur 13 kimi. 4 2-nin kvadratı vur 13. Bunun üçün natural bölənlərini tapacağım. Tək natural bölən sayı. Birincisi bir daha sadələşdirmə aparaq. 2 üstü 10 vurulsun. 3 üstü 1 vurulsun. 13 üstü 1. Ədədin natural bölənlərdən neçəsi təkdir? Tək natural bölən sayını tapmaq üçün cütləri yox eləyirik. Yerdə qalanlar üçün natural bölən sayı tapırıq. Da nə yanlışlığı var ki burada? 2 2-nin 4 dənə. Nəysə bu sual qalsın. Bu sualın doğru cavabı yoxdur. Bir də baxaram görmələ. Bəlkə biz nəsə texniki səhv edirik, amma həll üsulu budur. Tək natural bölən sayının tapılması odur ki, sadə vurguları parçalayırıq. Cütləri götürmürük. Yerdə qalanlar üçün nə edirik? Tək natural bölən sayı tapırıq. O da olur bizim ümumi tək natural bölən sayımız. Gəldik nəyə? Nəticəyə. 9-cu sual. 25% 20 olan ədəd 200 ədədin neçə faizlidir? 25% 20 olan ədədi necə tapırıq? 20-ni vururuq 100-ə, bölürük neçəyə? 25-ə. İxtisarlarımız aparsa 4, 4-ü 20-yə vursa 80. 80 ədədi 20 ədədə neçə faizdir? 80-də 20-yə böləcəm, bir dənəyə vuracam 100-ə. Getdi ixtisar 40%. C variantı. Kəsini dövranlı kəsi şəklində göstərin. 19-u bölərik 30-a. 0. Necədir ki 6, 180, 10 gəlir, 10 bölünmür, daha doğrusu 3 atdıq, 90, 10 bu şəkildə gedəcək, 3 dövr gedəcək, onda dövr onluq kəsişən necə edərik? Bu şəkildə dövr təkrarlanan nədir? 3 B variantı. Perimetri 48 olan kvadratın daxilinə çəkilmiş kvadrat nəti bütün tərəflər bir-birinə bərabər, yəni 48-dirsə adı nəyə bərabərdir? 12-yə. Tərəf 12-dirsə daxilinə çəkilmiş çevrənin radiusu da nədir elə? Tərəfin yarısı deyilmi? 6, 6. A variantı. Radiusunu tapın. Diametri desəydi ilə tərəfin özünü götürərdik. 58200 B 4 ədədi 4-ə tam bölünürsə, 4-ə bölünmə əlaməti nədir? Son 2 rəqəmini əmələ gətirdiyi ədəd 4-ə tam bölünürsə, demək B-nin yerində nə ola bilər bizdə? 0,4 olsa bölünə bilər. Sonra 14 yox, 24 olsa bölünə bilər. Demək 0, 2, sonra 30 yox, 44, yəni 4, 4 sonra 54 yox, 64 olsa bölünür. Demək, B-nin yerində 6 olsa 74, 74 4-ə bölünür ki, xeyr. 74 yox, sonra 84 olar. 84, bir də 94 də yox, çünki sonu 4 ilə bitir, 96 4-ə tam bölünür. Bunlardır. Demək, B-nin aldığı qiymətlər hansılardır? 2, 4, 6, 8, 10. Bu 4-ü bura niyə yazmışam təkrar mən? Bunları sadəcə toplayıb tapacaq B-nin aldığı qiymətlər cəmi. 2 ilə 8, 10, 4 ilə 6, 10. Cəmi ümumilikdə neçə verir? 20. D variantı. Sonra baxırıq bu suala. 729 üstü 2-də 1 nəyin kvadratıdır? 27-nin olurmu? Bir dəqiqə baxaq görək. 27, 27. 9, 4, 7, 2-nin. 27-nin el olacaq. Demək, 20. Qələmara getdi. 27. İşin tərsliyə bax, istəyirsən biz tələsib yazasan. 27 üstü 2-də 1.
kvadratı daha doğrusu plus. 727 9'un kubudur. 3'də 1 minus. Bir də ki 3 üstü 6'dır. 6'da 1 729 3'ün üstü 6 deməkdir. Aha, bu kvadratlarla bunlar gedəndə nə qalır? 27 plus bu kubla bu dərəcə gedəndə 9 minus bu 6'lar gedəndə nə qalır? 3. 36'dan 3 çıxan elə nəyə bərabərdir? 33-ə. C variantı. Şəkil əsasən x-i tapın. Vətərlərin xassəsidir. Kəskin vətərlər. 10 vur x bərabərdir. 12 vurulsun 5. 5 ilə 10 getdi 2. 2 ilə 6 12 getdi 6'ya. X demək nəyə bərabər oldu? 6'ya. 44 ədədi 2, 5 ədədlərlə düz 3 ədədlə tərs mütənasibdir. Demək 44 ədədi 2 ilə 5 ilə düzdürsə 2 qıs 5'i qıs və 3 ilə tərsdirsə 3'ün tərsi ilə də düz olacaq. İndi bu ədədləri cəmlə bərabər eləyirək 49'a. 44'də 7 qıs plus 3'də 1'i qıs bərabərdir nəyə? 44'də. Hər tərəfi 3'ə vuraq, kəsirdən azad olmaq üçün nə olar? 21'i qıs plus 2 qıs bərabərdir. 3 4'ün 12, 1 yadda 3 4'ün 12, 132. 22 x bərabər 132'yə. İlk 22 yaparsam ixtisar neçə qalır? X 6 çıxırmı? 6 2 12 1 yadda bəli 6 x'imiz oldu 6. Bizdən nəyə çalışıyor? Kiçik hissəni tapın. Kiçik hissə də bu idi də. 3'də 1 vurulsun 6. O da nəyə bərabərdir? 2'yə. A variantı. Kəsilin məxrəcini irrasiyanlıqdan azad edək. Neynəcək? Qoşmasına vuracaq 15 kök altında 5. Sürət və məxrəci vurmuş olacaq da. Yəni 5 kök altında 5. 15 kök altında 5 bölünsün 5. 15 ilə 5 getsə nə qalır? 3 kök altında 5. B variantı. Cədvəldə hansı ədədin sadə vurğuları və onların sayı göstərilmişdir? Sadə vuruq 2 sayı 2 dənə vurulsun. 3 üstü 1, 7 üstü 1. Nə idi? 4 vurulsun. 21 o da nədir? 84. D variantı. Qonşu bucaqlardan biri digərindən 30 dərəcə kiçik olarsa birinci bucaq alfa, ikinci bucaqda alfa minus 30 dərəcə. Yəni biri digərindən 30 dərəcə kiçikdir. Qonşu bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə. 2 alfa 30'u da atabiliyor birbaşa bu yüzden 180 plus 30 kimi yazsaq nə olacaq? 2 alfa bərabərdir 210'a. Alfa neçə çıxır? 105. Alfa 105'dirsə digəri neçə çıxacaq? Demək bucaqlarımız 105. Digər neçə olur bizdə? 75 dərəcə. Bizdə nə isə ki bu bucaqların nisbətini tapın. 75'in 105'ə nisbəti. Demək 15'ə aparsam ixtisar 15'ə 5 qalar. 15'ə aparsam ixtisar neçə qalar? 7. Bəli. Doğru. 5 ilə 7. D variantı. CD 420, əbob CD 6 olarsa əkob CD-ni tapın. Demək, CD 420 əbob. Şagirdlər baxın, bizdə belə bir xassə vardı, əbob üçün. Bir dəqiqə, əbob. Tax ki, C və D. Nə idi bizdə? Kök altında CD bölünsün. Hər hansı ortaq olmayan ədədlərin hasili M-ə. Və bizdə bunu verim nəyə bərabərdir? 6'ya bərabərdir, düzdürmü? CD-nin hasilini də verib kök altında 420 bölünsün M bərabər 6. Bunu kvadrata yüksəltsək nə verər bizdə? 420 bölünsün M bərabərdir 36'ya. M-i buradan tapsaq neçə elir? 420 böl 36. Tapdıq. Bu belə. Bizdən əkobu soruşaq. Əkob üçün də o xassə belə idi ki, C və D. Kök altında C vur D vur M deyildi mi? Bir əbob düsturu üçün vardı, bir də əkob düsturu üçün. Əbobda AB bölünsün C idi, əkobda isə nə idi? ABC. Aha, gətirib yazarıq yerinə. Yenə də CD hasiliminiz neçə? 420 vurulsun. M-i neçə tapmışdıq biz? 420 bölünsün 36. Nəsə yanlışlığa yol verməmişik, baxaq. Demək, CD-nin kvadratı bundan çıxacaq 420. Buradan neçə çıxacaq? 6. Bu arada ixtisar getsə, demək 420 vuranda 420'nin kvadratı idi. Kökdən özü çıxır. 36'da da 6 çıxacaq. 420'də 6'ya ixtisar aparsa neçə qalır? 70. Varmı cavab? Var. A variantı.
PA gəlin qeyd edək üstündə. PA 9, buna da hansı bir x deyək. PC 6, CD-yə də bir y deyək. Bizdən nəyi soruşur? 2CD, yəni 2y minus 3AB, 3x ifadəsini soruşur bizdən. Kəsərlərin xassəsinə görə 9 vurulsun 9 plus x bərabərdir 6 vurulsun 6 plus y. Vurub açıb sadələşdirək bir dənə. 81 plus 9x bərabər 36 plus 6y. 36-nı sol tərəfə, 9y-x'i sağ tərəfə keçirsək, nə qalar bizdən? 81 minus 36 bərabərdir 6y minus 9x, yəni 6y minus 9x bərabərdir. Demək, 44, 45 qalırmı? 81-dən 36 çıxdıqda, bəli, 45. İndi hər tərəfdə 3 aparsam ixtisar, 2y minus 3x bərabərdir 15-ə. Elə bizdən 2y minus 3x-i soruşmurdu mu? Nəyə bərabərdir? 15-ə C variantı. İfadəsinin qiymətini tapmışıq. İşte, gəlin birinci bu tərəfin bunun hər bir tərəfin kvadrata yüksəldək. A kvadrat plus B kvadrat plus 2AB. Nəyə bərabər olacaq? 64-ə. 2AB-nin də qiymətini verib 12. Gətirib yazsaq yerinə A-nın kvadratı plus B-nin kvadratı bərabər 64-dən çıxaram 2AB-ni. AB-nin də qiyməti nədir? 12, yəni 24. Bu nəyə bərabərdir? 40-a. Bunu tapdıq. İndi buna da köməkçi düsturu tətbiq eləsək, minusu ilə A minus B bağla kvadrat plus 2AB bərabərdir 40-a. Bizdən A minus B ifadəsinin bunun kvadratının qiymətini soruşur. A minus B bağla kvadrat bərabərdir 40-dan da çıxaram 2AB-ni, yəni 40 minus 2-ni də vuracam. AB neçədir? 12, 24-də. Neçə verir bizdə? 16 verirmi? D variantı. Uşaqlar, bəzi misallarda gördüm, modulda A minus B çıxardırdı. Çünki biz kvadrat kök almadıq. Da birbaşa bizdən kvadratını soruşduğuna görə 16 saxladı. Yox, əgər bizdən desəydi A minus B-ni, yəni o müsbətini götürüb 4 tapardı. Yəni kvadrat kök alardıq. Amma bizdən sadəcə A minus B-nin kvadratını soruşduğuna görə elə cavab olaraq nədir? 16. Ədədin tam hissəsini tapın. Gəlin birinci sadələşdirək. 32-ni necə parçalayarıq? 16 vur 2 kimi 16-dan da nə çıxır? 4 kök altında 2 plus 18-ni necə parçalayıram? 9 vur 2 kimi 3 kök altında 2. Mənə nə verir? 7 kök altında 2. 7-ni də kökə salsam 49 vur 2. 2, 9, 18, 1 yadda 98. 98 hansı iki tam ədəd arasındadır? Ondan kiçik 9-dan böyük. 9 tam neçəsə, məndən tam hissəni soruşduğuna görə tam hissəli neçədir? 9-a bərabər deyir. Ədədlərin kəsir hissələrinin cəmini tapın. Birincinin kəsir hissəsi neçədir? 0.3 plus. İkincinin kəsir hissəsi neçədir? 0.2 plus. Bunun kəsir hissəsi neçədir? Elə 0.2. Kəsir hissələrin cəmi neçə verir bizə? 0.7. Kəsir hissələrin cəmini tapın, sonra tapdıq. K-nın neçə natural qiymətində kəsiri düzgün. Kəsirin düzgün olması üçün K olmalıdır 8, 9, 10, 11, 12, 13. Çünki burada da ödəməlidir. Ta ki 8-də 13 düzgün olmayandır. 9-da 13 düzgün olmayan. Ta 13-də 13 kəsiri də bizdə nədir? Düzgün olmayan. 13-də şərt ödəyir. K-nın neçə natural qiyməti dediyinə görə 1, 2, 3, 4, 5, 6 dənə. A bərabərdir 6K. B bərabərdir 4K olarsa, bu cəmdə yerinə yazsaq. A ilə B-nin cəmi neçə eləyir? 10 dənə K bərabər 50-yə. K-nı neçə tapırıq? 5. Bizdən A minus B fərqini soruşur. Yəni 6K-dan 4K-nı çıxarıb tapacaq 2K. K-nı da neçə tapmışıq? 5. 2, 5-in 10. Cavabımız neçə olur? 10-a bərabər olmuş olur. AB bərabər AC-yə. Yəni bu tərəfə bərabər. Bunu bildik. BD də bərabər DC-yə. Bax, bu tərəfdə buna bərabər. Bucaq A-nı verib 30, BDC-ni verib 140. Olarsa A, B, D bucağını tapın. A, B, bax, bu bucağı bizdən soruşur. Necə taparıq? Gəlin buranı birinci birləşdirək. 3 bucaq demək. 3 bucaq B, D, C, D-də bərabər yanlı olduğuna görə oturacağa bitişik bucaqlarımız neçə dərəcə olar? Təpə bərabər yanlıdır. Təpə bucağı əgər 140-dırsa, yerdə 40 qalmır mı? Onda onun üçün nə düşür? 20 və 20. Bunu bildik.
İndi baxırıq. Şahid gəlin bir dənə də o fiquru aşağıda çəkeyim daha aydın olsun. Böyük bucağa baxıram. Böyük bucaqda da bərabər yanlıdır. Təpə bucaqlarım əgər 30-dursa, təpə bucağım 30-dursa, oturacağı bitişik bucaqlarım 75 düşürmü? Bəli. Və bura 20-dirsə, 75 olması üçün bura neçə dərəcə olmalıdır? 55 dərəcə qalır, qalmır. Ona görə bizdən həmin o bucağı soruşur. O bucaq nəyə bərabərdir? 55 dərəcəyə. Bu da belə. Gəldik növbəti misala. Baxaq, gəlin birbaşa da üzərində çıxardaq. Uşaqlar, 4-dən nə çıxacaq kökdən? 2 çıxır. X-dan nə çıxacaq? Modul X, Y-dən nə çıxacaq? Modul Y, daha doğrusu modul X-in kubu. İkisi də müsbət olduğuna görə elə cavabımız nə olur? 2X, X-in kubu Y, 2, X-in kubu Y. 1-ə nə uyğun gəldi? D. Sonra bu birisindən nə çıxacaq? 3 modulda X, modulda Y üstü 5. Və ikisi də müsbət olduğuna görə yenə də 3x, Y üstü 5-ə. Demək 3x, Y üstü 5-ə, 2-yə C uyğun gəldi. Köçdük sonuncuya. 16-dan nə çıxır bizdən? Kökdən 4 çıxır. X-in üstü 3 vurulsun, Y-in üstü 7 və modulda. İkisi də mənfi olduğuna görə, modul demişdik, mənfi olanda nə çıxırdı? Əksi çıxırdı mı? 4, X-in mənfisi keçəcək qabağa, X kub, Y-in də mənfisi keçəcək qabağa, o da mənfi ilə müsbət olacaq. Yekunda yenə də cavab nə olur? Müsbət 4x kub, Y üstü 7. 4x kub, Y üstü 7. 3-ə də uyğun gəldi A variantı. Keçdi 28-ə. Gəldik neçənci sual 28. Döşəməsi kvadrat formasında olan otağın döşəməsinin tərəflərinin uzunluğu ən azı neçə metr olmalıdır ki, onun ölçüləri 80 cm və 100 cm olan düz bucaqlı formasında olan kafellərdən itkisiz istifadə etmək və tam örtmək mümkün olsun. Kvadrat formalı uşaqlar əkab tapacaq. 80-lə 100-ə. Ortaq vurğu nə çıxardırıq? 20 çıxardırıq əkab qarşısına. Nə qalır bizdə? 4 və 5. 20 vurulsun, 4 5-ində 20. Neçə eləyir? 400 santimetr. İndi bizdən tam santimetr düzlüğü formasından kafelərdən istifadə edilmiş örtmək mümkün olsun. Hə, metr olmalıdır deyirsə bizə neçə? 4 metr. Gəldik 29-cu suala. Diaqramda kitabxanaya gətirilən alman, fransız və ingilis dillərində kitabların sayı verilmişdir. Gətirilən kitabların neçə faizi fransız dilindədir? Uşaqlar, neçə faizi fransız dilindədir ki, görək ümumi neçədən kitabımız var? 60, 90 və 50. 150, 200 dənə kitab var. Neçə faizi fransız dilindədir? Uşaqlar, əgər ümumi 200 kitabımız varsa, bu eləyir 100 faizi. Fransız neçədənədir? 60. Bəs 60-da nə qədərdir? X faiz. Taparam X-i buradan. X-i tapsam nə edirəm? 60-a vuraram 100-ə. Bölərəm nəyə? 200-ə. İxtisarlarımıza aparsaq 2 qalır. Burada bu 2 ilə 60 da geçsin. Neçə faizi? 30 faizi demək nədədir? Fransız nədir? 30 faiz. Gəldik sonuncu sualımız, yəni isbat sualı. Demək, şəklə əsasən isbat edin ki, A böyük olarsa, onda bucaq A-nın bucaq böyükdən böyük olduğunu göstərək. Yenə də gəl bir dənə şəkil çəkək, 3 bucaq şəkli. Hazır varımızı dediyəsən 3 bucaq. Burada çəkək. Nə oldu? Demək, bizə verib ki, A böyükdür B-dən, yəni A böyük B-dən. B-ni hara verib bizə? Aşağı. Adlandıraq A, B və C. Demək, bucaq A-nın bucaq B-dən böyük olduğunu göstərəcək. Nə edərik? Şahidlər, gəlin bir dənə buradan bir düz xətt çəkək. Bərabər yanlı üç bucaq yaratmaq üçün. Burada tutaq ki, deyək B-dirsə, burada bu tərəfin uzunluğu B olsa, onda BC üçün nə qalır? A minus B qalarmı? Çünki bizə ümumi buranı neçə vermişdi? A vermişdi.
Buradan bir dənə neylədim? Bərabər yanlı üçbucağı yaratdım. Bu tərəf B, tərəfimiz B. Burada nə qaldı? A minus B. Bu belə. İndi gəlin bu bucaqları adlandıraq. Onda bu bucağın üstü nə olur? Alfa. Bu bucaqda nə olacaq? Alfa. Bu belə. Sonra demək uşaqlar, biz bilirik ki, bax bu təpədəki, baba bu təpədəki A bucağı, bucaq A. Böyükdürmü alfa bucağından? Baba bu bucaqda nədir? Böyükdür alfa. Nə qədər böyükdür? Bu bucaqda hər hansı bir x desəm, x qədər böyükdür. Bu belə. İndi baxırıq hansı üç bucağa. Bax sizə göstərim bir dənə bu qırmızı ilə üstündən getdiyim. Bu üç bucaqda uşaqlar. Bu alfa bucağı var ha, bu bucaq. Bu üç bucağın xarici bucağı sayılırmı? Yəni xarici bucaq, burada gəl bir beta deyək də. Xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəmidirmi? Yəni x ilə betanın cəmi. Baxın, alfa bucağı bu iki dənə bucağın cəminə bərabərdirsə, onda belə çıxır ki, alfa bucağı beta bucağından nədir? Böyükdür, düzdürmü? Alfa betadan böyükdür. A bucağı da, daha doğrusu A bucağı, A bucağı da alfadan böyükdür. Onda belə çıxır ki, bucaq A böyük alfa olur, olmur. Alfa da betadan böyükdür. Betaya da biz nə demişik? B bucağı demişik də. Bucaq B-də nəyə bərabərdir? Betaya. Onda belə çıxır ki, elə A bucağı da elə bucaq B-dən nədir? Böyükdür. Bu da isbat olandır ki, A bucağı B-dən böyük. Bu da oldu sonuncu sualımız. Belə, başqa sual qalmadı ki bizdə. Bir dənə bayaqki suala bir dənə qaydaq. Hansı sualıdır o deyəsən? Natural bölən sayıdır, tək natural bölən sayıdır. Hansıydı o sualımız? Bir dəqiqə. Tapılmayacaq ki o sual. Hə, 8-ci sual burada. Şərtdə nədir ki, ədədinin natural bölənlərindən neçəsi təkdir? Yəni, natural bölən sayını tapırıq. Natural bölən sayını tapandan sonra da onların içində təklər seçilir. Təklərdə 4 dənədir. Heç bir yanlışlıq yoxdur həllimizdə. Sadəcə bu sualda nəsə problem var. Belə. Yaxşı, sağ olun uşaqlar.